Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lentaza verilən xəbərə görə, Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 53 kiloqram 250 qram narkotik vasitənin və 1450 ədəd narkotik tərkibli metadon M40 həbinin İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı 34 yaşlı Sadıqov Amil Vidadoğlu şübhəli şəxs qismində saxlanılıb. Uçuş aparatı vasitəsilə sərhəd xəttinə yaxın əraziyə atılmış, ümumi çəkisi 9 kiloqram 760 qram narkotik vasitə marixuana və 450 ədəd narkotik tərkibli metadon M40 həbi aşkar olunaraq götürülüb. İlkin dindirmə zamanı saxlanılan şəxs həmin əraziyə narkotik vasitəni götürmək məqsədi ilə gəldiyini etiraf edib. Sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat qoşun tədbirləri nəticəsində dekabrın ayının 7-sində 20 kiloqram 240 qram narkotik vasitə, 19 kiloqram 180 qram marixuana, 1060 qram metamfetamin, dekabrın 9-da isə 23 kiloqram 250 qram narkotik vasitə marixuana və 1000 ədəd narkotik tərkibli metadon M40 həbi aşkar edilib. Faktlar üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.